bir neçə gündür şiddət görən, cinayətə qurban gedən qadınlarla əlaqəli, əziyyət görən qadınlarla əlaqəli proqramlara çağırırlar, qonaq oluram. Əlimdən gəldiyi qədərlə dəstək olmağa çalışıram ki, çünki bilirəm ki, hal-hazırda qurtula bilməyən, ən gözəl xəyalları puç olan, əzilən, həyatı əlindən alınan qadınlar çox var. İntiharı düşünən qadınlar çox var ki, bunun qədər insanı məhv edən bir şey yoxdur. Xəyallarının puç olması qədər, ömür boyu o travmaları yaşaman qədər nə qədər də dəyişsəndir. Və bunun necə cəzasını çəkəcəksiniz, siz o əzab verənlər, bunu bilmirəm. Bunu keçək. Qərar verəndə qarşı tərəfində mənə olan artıq bilirdim ki, nəsə mənə pislik eləyəcəklər. Bunu gözə almışdım. Ona görə çox qadın üzünü bağlayıb ekranlara çıxır. Mən anlattım, hələ anlatmağa davam eləyəcəm, amma artıq görürəm ki, qarşı tərəf yavaş-yavaş mənə artıq ilişməyə başlayır. Saxta hesablar açıb mənə yazırlar, şərhlərdə də yazırlar ki, güya sənin səhvin yoxdur, güya sən düz insandın, sən belə eləmişdin. Bir neçə ay əvvəl də mənə elə bir təhdid yazmışdılar və mənim döyüldüyümü gözü ilə görən bir insan yazmışdı. Hər insan içində bir mələk var, bir şeytan var. İçimdəki şeytan dedi ki, əz bunların bütün sülaləsini əz keç, sübutlarla. Sonra dedim, yox, ailədə balalar var, uşaqların bir günahı yoxdur. Gəlinlər var ki, qızımın atasının yoldaşı xaric, o ayrı. Mənimlə evli ola, onunla min oyundan çıxıb mənə gəlin bacı deyib, qızıma bibisi qurban deyib, sonra mənim ərimlə evlənən, o haric. Amma başqa gəlinlər, onları düşündüyüm üçün, balaları düşündüyüm üçün deyirdim, yox. Amma artıq görürəm ki, yavaş-yavaş başlayıblar mənə ilişməyə, məni incitməyə, mənim qəlbimi qıracaq, o travmaları yaşatmalarına rəğmən yenə də mənim qəlbimi qıracaq, mənim o travmalarımı mənə təkrardan xatırladacaq, unutduqlarımı belə xatırladacaq hərəkətlər etməyə başlamışlar. Siz belə elədikcə mən daha çox əsəbləşirəm. Siz məncə sakit durun. Əgər həddi keçsəniz, inanın mənə, zamanında ölümü gözə almış bir qadınam. Qızı üçün yaşamağı seçən bir qadınam mən. İnanın mənə, sizə acımarım. Çünki belə təhdidlər üzündən, belə iftiralar üzündən nə qədər qadın yaşadığı acıları anlata bilmir. Çünki qarşı tərəf birləşir, deyir ki, sənin güya səhvin yoxudur, sənin güya nəyin yoxudur. Nə yaşadığımızı o evin içində biz bilirik. Yaxınlarınız da yaxşı bilir, qonşudakı əmi uşaqları da hamısı yaxşı bilir. Məncə səbrimi sınamayın. Saxta hesab da açıb məni təhdid eləməyin. İnanın mənə daha çox əsəbləşəcəm və o zaman məni heç durdura bilməzsiniz. Bax, 10 ildən çoxdur səbr eləyirəm. İsti-isti sizi qazamata saldırmadım. Mənə nələr yaşatdıqlarını edənlər bilir ki, etdikləriniz həbslik idi. Qızımın atasını 2 illik həbsə atırdılar. Böyük qızımı öldürməklə təhdid etdiyi üçün qorxumdan ərizəni geri götürdüm. Amma bu dəfə qətiyyən səhv edib mənim qızımla məni təhdid eləməyin. Bax, qətiyyən o səhvi etməyin. Mənim bir dəfə canım yanıb. 22 yaşımda infarkt keçirmişəm. Şiddət görmüşəm. Xəyallarımı puç eləyibsiz. Mən illərdir bir qadın olaraq xəyal qura bilmirəm. Gecələr qarabasmalarla oyanıram. 10 neçə il keçib üstündən. Amma ona rəğmən hələ də gülürəm. Oxuyuram, işləyirəm, çalışıram. Əlimdən gəldiyi qədər də insanlara fayda olmağa çalışıram. Etməyin. Sakit durun. Onsuz da sizin adınızı vermirəm. Amma səbrimi sınasanız, inanın mənə artıq geri dönüşü olmaz. Yalvarsanız da geri dönüşü olmaz. Qızımın atasının bu arada məni təhdid etdiyinə inanmıram. O elə şey eləməz. İndi inanmıram. Çünki o mənim xasiyyətimi tam bilir, artıq bilir. İnanmıram mənə belə risk eləsin. Çünki ailəlidir, 2 oğlu var.
onsuz da elədiyi qələtləri bilir. Ona görə o mənə ilişməz, inanmıram. Amma onun yoldaşı bu aralar çox mənə ilişir. Qaynatam tərəf mənə çox ilişir. Eləməyin. Sakit oturun, həyatınızı yaşayın. Mən də öz bildiyimdə davam eləyəcəm. Belə. Öpürəm, sevirəm sizi. Mən gedirəm dərsə.